Hanım olardı, köməkli eləyərdim, sədəqə çıxardardım, yardım eləyərdim deyən insanların adından və bir də xalqımızın, millətimizin adından belə bir iş görürük. Salam ver. Necə çıxdılar? Yaxşı. Vəziyyətiniz. Bayramınızı təbrik edirəm. Bugün Ramazan ayının son günü. Çok sağ ol. Bibi getmə gözlə. Etme. Gəl sənə 5 manat vereyim. Alacağız. Alıcı büyük olursa Yüzün buna çatır ha. Allah eləməz. O şekerlerim var o. Allah eləməz. Sen saklayıp başına dön. Hem neşe var. Neyini Allah demiyorsun? xalqımız millətimiz eləyir. Neyini demiyorsun? Allah xalqımız eləyir. Allah'tan başka Mən də hiç geçmiyor. ikinci mənə də 5 manat verdilər ki, getmə o payla. Seni hem neşe var olasa. Sağ ol. O tekerin var olsun Sağ falan. ol, senin. var ol. Hem neşe başından kız. Sağ ol. Neyini demiyorsun? Allah'tan başka isimlerden çok. Öpürəm sizləri. Dualarınız bəs. Tamam, necəsiz? Bayramı təbrik edirəm. Neçə belə illərə. Telefonla danış. Sağ ol, Ecəm. Sağ ol, dedemden saklı. Bakmasın diye sen geldin. Hə, laf yaxşı. Mən sizi bir yüngül də olsa təbrik eləmək istəyirəm. Çok sağ ol. Allah sana can sağlığı verir. Amma xalqımız eləyir də, millətimiz. Mən eləmirəm, Allah'ımıza alsın. Allah sana bunu kim verir? Allah onun yolunu alsın. Bu vəsaiti kim verir, ona bir Allah o verenin var, canı sağ olasın. Çok sağ ol. Hazreti Ali balalar kömək olsunlar. Allah onun balaları sağ Sağ ol, sağ ol. Can sağlığı verir. Sağ ol. Belə çıxsın. Var olasın. Vallahi yenə deyirəm, ha. Sizə olunan o köməkli, yəni xalqımız, millətimiz eləyir. Yəni mən öz sürümdən eləmirəm. Allah şahidim. Sağ ol. Sen neler edirsən? Yəni mənə də kimsə vəsait verib, pul verib ki, apar bunu çatdır. Payla bunu. Allah sənə də kömək olsun deyirəm. Sağ ol, var ol, minnətdarım. Bibican, necəsən? Bayramını təbrik edirəm. Sənə bir yüngül bir şey vermək istəyirəm. Allah qəbul eləsin. Allah razı olsun. Çox sağ ol. Bayramı bir daha təbrik edirəm.